Hamıya salam. Deməli, bu videoda biz sertifikasiya imtahanına düşən 50 sualın hamısına baxasıyıq. Özüm də bu imtahanda iştirak elədim. 60-dan deməli 58 bal qaldı. 50 ixtisas, 8 metodika qaldı və ixtisasdan düşən 50 sualın hamısını burada test olaraq tərtib eləmişəm. Yəni sertifikasiyada düşən 50 sualın məzmunu ilə eynidir, quruluşu eynidir. Bəzi suallar orada cümlələr, belə deyim də, ala-yarımçıq qurulmuşdu. Burada özüm düzəliş eləmişəm o cümlələrə. Məsələn, sertifikasiyada belə düşmüşdü sual: müharibəyə etirazın ifadəsi olaraq yaranmış cəryan hansıdır? Mən burada düzəliş eləmişəm. Məsələn, 1-ci Dünya müharibəsindən sonra müharibəyə etirazın ifadəsi olaraq yaranmış cəryanı müəyyən edin. Yəni, sualların məzmunu eynidir, sadəcə müəyyən düzəlişlər eləmişəm. Doğru cavablar da eynidir. Yanlış variantlar da yadımda qalanları əlavə eləmişəm. Yadımda qalmayanları isə özüm başqa yanlış variantlar əlavə eləmişəm. Deməli, başlayaq sualların izahına. Gəlin baxaq görək bizə hansı suallar düşmüşdü. Başlayaq. Deməli, birinci sualımız: heykəltaraşlığın inkişafı hansı sahələri əhatə edir, müəyyən edin. Deməli, heykəltaraşlığın inkişafı dedikdə monumental, dekorativ və dəzgah heykəllər nəzərdə tutulur. Yəni, birinci sualın doğru cavabı A variantıdır. Heykəltaraşlığın inkişaf sahələri monumental, dekorativ və dəzgahdır. Bu sual 7-ci sinif sualıdır. Heykəltaraşlığın sahələri haqqında 7-ci sinifdə öyrənirik. Deməli, birinci sualda A variantı oldu. Monumental, dekorativ, dəzgah heykəltaraşlığın sahələridir. İkinci sualımıza baxaq. Xırda əlvan rəngli daşlardan, eyni zamanda smalta adlanan daşlardan və saxsı parçalardan yaradılmış təsvir necə adlanır, müəyyən edin. Mozaika adlanır. İkinci sualımız A variantıdır, mozaika, və biz mozaika haqqında həm 6-cı sinifdə keçirik, həm də 7-ci sinifdə keçirik. Yəni, bu sual həm 6-cı, həm 7-ci sinif sualıdır. İkinci sualımız deməli oldu A variantı. Növbəti sualımıza baxaq. 1-ci Dünya müharibəsindən sonra müharibəyə etirazın ifadəsi olaraq yaranmış cəryanı müəyyən edin. Deməli, 1-ci Dünya müharibəsindən sonra müharibəyə etirazın ifadəsi olaraq yaranmış cəryan ekspresionizm cəryanıdır. Ekspresionizm cəryanıdır. 3-də doğru cavab oldu. C variantı ekspresionizm cəryanı və biz bu cəryan haqqında, ekspresionizm cəryanı haqqında 9-cu sinifdə öyrənirik. Bu sual da deməli 9-cu sinif sualıdır. 4-cü sualımıza baxaq. Hansı məşhur heykəltaraş Alman faşist bombardmanı zamanı yerin altında olan metroda gizlənən London şəhər sakinlərinin minlərlə eskizini çəkmişdir, müəyyən edin. Deməli, burada doğru cavab A variantıdır. Henry Spencer Moore'dur. Burada söhbət Henry Spencer Moore'un Tilbury limanı əsərindən gedir. Tilbury limanı əsərinə aiddir bu sual. Deməli, Henry Spencer Moore Tilbury limanı əsəridir. 4-cü sualda doğru cavab oldu A variantı. Henry Spencer Moore Tilbury limanı əsəri və bu sualda 9-cu sinif sualıdır. Henry Spencer Moore haqqında deməli 9-da öyrənirik. Keçək 5-ci sualımıza. Məşhur xalq rəssamı olan Toğrul Nərimanbəyov haqqında verilmiş yanlış variantı müəyyən edin. Deməli, monumentalist rəssam idi, düzdür. Opera ifaçısı idi, bu da düzdür. Teatr rəssamı idi, bu da düzdür. Heykəltaraş idi, bu yanlışdır. Deməli, 5-də doğru cavabımız oldu D variantı. Heykəltaraş idi, xeyr. Toğrul Nərimanbəyov heykəltaraş olmayıbdır. Ona görə yanlış variantımız budur, D variantı. Amma teatr rəssamı, opera ifaçısı bəli olubdur. Deməli, 5-də D variantı oldu. Toğrul Nərimanbəyov haqqında da deməli 8-ci sinifdə öyrənirik. Bu sual da 8-ci sinif sualıdır. 6-cı suala baxaq. Deməli, hansı rəssamın yaradıcılığın əsasını, ana xəttini əsasən qadın portretləri təşkil edir, müəyyən edin.
Deməli, qadın portretləri Sakit Məmmədovun yaradıcılığına aiddir. 6-cı sualımız C variantıdır. Sakit Məmmədov. Sakit Məmmədov haqqında da 9-cu sinifdə öyrənirik. Bu sual 9-cu sinifdəndir. Bəli, Sakit Məmmədovun yaradıcılığının əsasını qadın portretləri təşkil edir. O əsasən qadın portretləri yaradırdı, təsvir edirdi. Deməli, 6-da C variantı oldu. Sakit Məmmədov. 7-ci sualımıza baxırıq. Müharibə fəlakətləri adlı ofortlar silsiləsi hansı məşhur rəssamın yaradıcılığına aiddir? Müəyyən edin. Deməli, Fransiska Goyadır. Burada cavab 7-ci sualda doğru cavab A variantıdır. Fransiska Goya. Fransiska Goya haqqında isə 8-ci sinifdə öyrənirik. Bu sual isə 8-ci sinifdəndir. Deməli, burada cavab oldu Fransiska Goya. 7A. 8-ci suala baxaq. Ensiklopedik biliyə malik olan rəssam şeirlər yazmışdır. Elmin müxtəlif sahələrinə aid olan kitablar nəşr edərək kitab tərtibatı sayəsində ilkə imza atmışdır. Deməli, burada doğru cavab Mir Möhsün Nəvabdır. 8-ci sualda doğru cavab D variantıdır. Mir Möhsün Nəvab. Mir Möhsün Nəvab haqqında isə biz ibtidai sinifdə öyrənirik, yəni 4-cü sinifdə öyrənirik. Bu sual 4-cü sinif sualıdır. Deməli, Mir Möhsün Nəvab oldu. Burada doğru cavab 8D. 9-cu suala baxaq. Düşən kölgə haqqında verilmiş doğru variantı müəyyən edin. Düşən kölgə haqqında verilmiş doğru variantı müəyyən edək. Deməli, əşyanın kölgə tərəfində digər səthin işıq və rənginin əksidir. Əşyanın kölgə tərəfində digər səthin işıq və rənginin əksi refleksdir. A variantı getdi. İşıqdan kölgəyə xəfif yumşaq keçiddir. Bu yarım kölgədir. İşıqdan kölgəyə xəfif yumşaq keçid yarım kölgə adlanır. B variantı da getdi. Deməli, əşyadan digər səthin üzərinə düşən kölgədir. Elə doğru cavab C variantıdır. 9-da doğru cavabımız deməli C variantı oldu. Düşən kölgə əşyadan digər səthin üzərinə düşən kölgədir. 9C. D variantına da baxaq. Əşya üzərində ən parlaq işıqlı yerdir. Bu isə bilikdir. Əşya üzərində ən parlaq yer, ən parlaq işıqlı yer bilik adlanır. Ona görə D variantı da getdi. 9-da qaldı doğru cavab C variantı. 10-cu suala baxaq. Əşyanın həcmini, bir də düşən kölgə də ibtidai sinif sualıdır. 4-cü sinifdə öyrənirik, bir də 7-ci sinifdə öyrənirik bu deməli işıq kölgə haqqında. Həm 4-cü sinif sualıdır, həm də 7-ci sinif sualıdır bu. Deməli, 10-cu suala baxaq. Əşyanın həcmini, fəzadakı yerini müəyyənləşdirən ən vacib ifadə vasitəsi hansıdır? Müəyyən edin. Əşyanın həcmini işıq kölgə müəyyən eləyir. Yəni, əşyanın həcmi işıq kölgədən asılıdır. Ona görə 10-cu sualın doğru cavabı D variantıdır. Əşyanın həcmi deyirsə, işıq kölgəni götürməliyik. Deməli, bu sual da ibtidai sinif sualıdır. İşıq kölgə anlayışları ilə bağlıdır. Əsasən bunu da ibtidai sinifdə öyrənirik. 10-cu sualda doğru cavab D variantı oldu. Əşyanın həcmi işıq kölgədən asılıdır. 10-da D oldu. Sonra gəldik 11-ci suala baxaq. Maldarların yaşadığı yığılıb sökülən köçəri mənzil necə adlanırdı? Müəyyən edin. Deməli, maldarların yaşadığı yığılıb sökülən köçəri mənzil alaçıq adlanırdı. 11-ci sualın doğru cavabı C variantı oldu. Alaçıq, deməli, yığılıb sökülən köçəri mənzil idi. Əsasən maldarlar yaşayırdı belə mənzillərdə. Və bu sualda 4-cü sinif sualıdır. İbtidai sinif sualıdır, yəni. Deməli, 11-də oldu C variantı. 12-ci suala baxaq. Azərbaycan daxmasında tavanın altında divar boyu qab-qacaq düzülən yerin necə adlandığını müəyyən edərək doğru variantı tapın. Baxın, burada deyir, Azərbaycan daxmasında tavanın altında divar boyu qab-qacaq düzülən yerin necə adlandığını müəyyən edərək doğru variantı müəyyən edin. Tavanın altında divar boyu qab-qacaq düzülən yer ləmə adlanırdı. Deməli, 12-ci sualda doğru cavab D variantıdır. Ləmə. Ləmə adlanır. Ləmə tavanın altında divar boyu qab-qacaq düzülən yerdir. Ləmə. Ona görə D variantı oldu doğru cavab. Bu sualda deməli 5-ci sinif sualıdır. Çox adam bu sualda taxça götürübdür. Amma taxça divardan açılan oyuqdur. Bizdən burada tavanın altında
divar boyu qab-qacaq düzülən yeri soruşur. Ona görə ləmədir. Divardan açılan oyuğu soruşsaydı, hə, onda taxça götürə bilərdik. Amma burada sırf doğru cavab ləmədir. Ona görə D variantı oldu. Növbəti sualımıza baxaq. Keramikanın növlərindən biridir və bişirilmiş sarı yaxud qırmızı gil məmulatdır. Müəyyən edin. Qırmızı gil teraqotadır. Açar sözü ilə burada qırmızı gildir. Deməli, keramikanın növlərindən biridir və bişirilmiş sarı yaxud qırmızı gil məmulatdır. Müəyyən edin, bu teraqotadır. Deməli, 13-də doğru cavab A variantı oldu. Teraqota qırmızı gildən ibarətdir. Yəni, rəngi əsasən qırmızı rəngdədir teraqotanın. Və bu sualda 5-ci sinif sualıdır. Keramikanın növləri haqqında öyrənirik. Teraqota haqqında, deməli, 5-ci sinif sualı oldu bu. 13-də doğru cavab oldu A variantı teraqota. Qırmızı gil sözündən yadınızda saxlayın teraqota olduğunu. 13A oldu. Sonra 14-cü suala baxaq. Məşhur fransız rəssamı Paul Cézanne'ın üslub və texnikasını müəyyən edin. Paul Cézanne ümumiyyətlə post-impressionist rəssamı idi da, elə doğru cavab A variantıdır. Bir də boyalardan istifadə edərək əsərlər çəkirdi əsasən. Ona görə 14-cü sualımız deməli A variantı oldu. Paul Cézanne da 9-cu sinif sualıdır. 14-də doğru cavab oldu A. Paul Cézanne post-impressionizm cəryanına aid olan rəssamdır. 14A. Başqa nə qaldı? Paul Cézanne dedik. 14-də doğru cavab A oldu. Keçək 15-ci suala. Deməli, muzeyin sərgi salonunda Paul Gauguin'in Biz haradan gəldik, biz kimik, biz hara gedirik əsərini müşahidə edən tamaşaçı əsərdə 15 simvoldan istifadə olunduğunu öyrənir və əsərin hansı üslubda olduğunu müəyyən edir. Deməli, Paul Gauguin'in Biz haradan gəldik, biz kimik, biz hara gedirik əsəri simvolizm üslubundadır. Deməli, əsərdə 15 simvoldan istifadə olunubdur da. Deməli, simvolizm üslubunda olasıdır. Elə açar məqamı budur burada. 15 simvol deyir. Deməli, əsər simvolizm üslubundadır. 15-ci sualda doğru cavab oldu. C variantı əsər simvolizm üslubundadır. Çünki əsər başdan ayağa simvollardan ibarətdir. 15 simvol var əsərdə. Ona görə simvolizm üslubundadır. Paul Gauguin'in bu məşhur əsəri. Deməli, 15-də C oldu. Simvolizm üslubu və Paul Gauguin haqqında da 8-ci sinifdə öyrənirik. Bu sualda 8-ci sinif sualıdır. Deməli, 15 C oldu. Əsər simvolizm üslubundadır. Sonra keçək. 16-cı sualımıza baxaq. Henri Matissin rəngli kağızları kəsmə texnikasından istifadə edərək hazırladığı əsərlərini müəyyən edin. Deməli, burada C variantıdır. Doğru cavab Polineziya dəniz və Kral qazıdır. 16C. Bu sual 8-ci sinif sualıdır. 17-ci suala baxaq. Pablo Picasso yaradıcılığının hansı dövründə mən əşyaları gördüyüm kimi deyil, düşündüyüm kimi təsvir edirəm deyirdi, müəyyən edin. Sürrealizm dövrünə aiddir Pablo Picasso'nun bu ifadəsi, sözləri. Deməli, 17-ci sualda doğru cavab oldu A variantı. Sürrealizm dövrünə aiddir. Bu sualda 9-cu sinif sualıdır. Deməli, sürrealizm dövründə deyirdi bu sözləri. Deyirdi, mən əşyaları, belə deyim də, istədiyim kimi çəkirəm. Sürrealizm dövrü 17A. Deməli, sonra gəldik 18-ci suala baxaq. Salvador Dali'nin yaradıcılığı haqqında verilmiş yanlış variantı müəyyən edin. Burada da çox adam deməli səhvə yol veribdir. Deməli, suala bir daha baxaq. Salvador Dali'nin yaradıcılığı haqqında verilmiş yanlış variantı müəyyən edin. Biz yanlış variantı tapmalıyıq burada. Deməli, əsərlərində əsasən qeyri-adilik müşahidə olunurdu. Bəli, Salvador Dali'nin əsərləri, yaradıcılığı ümumiyyətlə başdan ayağa qeyri-adidir. Əsərlərində əsasən qeyri-adilik müşahidə olunurdu. Bu düzdür, A variantı getdi. Bizdən yanlışı soruşur. Bu düzdür, ona görə A variantını çıxarırıq. Sonra əsərlərində kvadratlardan istifadə edib. Əsərlərində kvadratlardan istifadə edən Paul Kilidir. Yəni, dərslikdə əsasən kvadratlardan istifadə edən rəssam olaraq bizə Paul Kili verilibdir. Ona görə deməli B variantıdır. 18-də doğru cavab B variantıdır.
bu Salvador Dali'nin yaradıcılığına aid deyil. Digər variantlara da baxaq. Əsərlərində dərin simvolizmdən istifadə edibdir. Bəli, dərin simvolizmdən istifadə edibdir. Deməli, C variantı da düzdür. Əsərlərində optik illüziyadan istifadə edib. Bu da düzdür. Deməli, 18-də doğru cavabımız oldu. B variantı oldu. Əsərlərində kvadratlardan istifadə edən əsasən Paul Kilidir. Yəni, dərslikdə bizə Paul Kili verilir. Belə ona əsasən götürmək olardı bu variantı. B variantı 18 deməli B oldu. Kvadratlar Paul Kiliyə aiddir əsasən. 18B. Deməli, 19-cu suala baxaq. Məşhur rəssam Eugène Delacroix'ın hansı məşhur əsərində inqilab vaxtı xalqın birliyini göstərən gənc qadın, fəhlə və yeniyetmə obrazları bir arada təsvir olunmuşdur? Müəyyən edin. Bu Eugène Delacroix'ın ən məşhur əsəri olan Xalqı aparan azadlıq əsəridir. Yəni azadlıq barikadaları əsəridir. Deməli, 19-da doğru cavab oldu B variantı. Xalqı aparan azadlıq və yaxud da azadlıq barikadaları da deyə bilərik. Bu əsərin 2 dənə adı var əsasən. Deməli, xalqa aparan azadlıq və ya da azadlıq barikadaları idi. Deməli, doğru cavab 19-da B variantı oldu. Xalqa aparan azadlıq və ya azadlıq barikadaları. Deməli, xalqa aparan azadlıq və azadlıq barikadalarını dedik. 19-cu sualda B oldu. 20-ci suala baxaq. Bir də burada Eugène Delacroix da 8-ci sinif sualıdır. Salvador Dali isə 9-cu sinif sualıdır. 20-ci sualımıza baxaq. Kubizm üslubu haqqında təqdimat hazırlayan şagird kubizmin 3 mərhələdən ibarət inkişaf yolu keçdiyini müəyyən edir. Həmin 3 mərhələni müəyyən edin. Deməli, həmin 3 mərhələ hansı idi? Sezan sayağı, analitik və sintetik. Deməli, B variantıdır. 20-ci sualda doğru cavab oldu B variantı. Sezan sayağı, analitik və sintetik. Sezan sayağı, analitik və sintetik olaraq 3 yerə bölünür. Kubizmin inkişaf mərhələsi 20-ci sualda B variantıdır. Və kubizm cəryanı haqqında da 9-cu sinifdə öyrənirik. 9-cu sinif sualıdır bu. 20-də oldu B variantı. 21-ci suala baxaq. Şirvan xalçaçılıq məktəbinə aid olan düzgün verilmiş xüsusiyyətləri müəyyən edin. Bu sual isə 5-ci sinif sualıdır. Deməli, xalçalar haqqındadır bu sual. Bizdən Şirvanı soruşur. Şirvan burada deməli D variantındadır. İsti koloritə malikdir. Burada açar söz isti koloritə malik olmasıdır. Elə açar sözlə tapmaq olardı bu sualın. Cavabını Şirvan xalçaçılıq məktəbinə aiddir. İsti koloritə malik olması. Açar söz budur. Deməli, 21-ci sualda doğru cavab oldu D variantı. Ornament bolluğu ilə seçilən Gəncə Qazaq idi. Sonra mərkəzdə küncdə medalyonlar olan Təbriz idi. Sonra rənglərin intensivliyi falan, yəni bunlar Şirvana aid deyil. Ona görə 21-də doğru cavabımız oldu D variantı. İsti koloritə malik olan Şirvan xalçaları idi. Deməli, 21-də D variantı oldu. 22-ci suala baxaq. Bu da 5-ci sinif sualıdır. Xofsuz xalçalar haqqında. Şagird xofsuz xalçalardan birini seçərək təqdimat hazırlayır. Şagirdin hansı xofsuz xalça haqqında deməli təqdimat hazırladığını müəyyən edin. Böyük ölçülü xalçadır. Tərs üzündə kilkəli iplik çıxıntıları olur. İplik çıxıntıları olan deməli sumaq xalçası idi. Deməli, 22-ci sualda doğru cavab A variantıdır. Sumaq xalçası. Elə burada da açar söz iplik çıxıntıların olmasıdır. 22-ci sualda doğru cavab oldu. A variantı sumaq xalçası. Deməli, növbəti suala baxaq. 23. Müəllim şagirdlərə təbiətə aid plakat hazırlamağı tapşırır. Plakatı hazırlamaq üçün şagirdlərə əvvəlcə hansı məlumatları verməlidir? Plakatla bağlı müəyyən edin. Deməli, bu siyasət tipli sualdır. Deməli, müəllim şagirdlərə təbiətə aid plakat hazırlamağı tapşırır. Plakatı hazırlamaq üçün şagirdlərə əvvəlcə hansı məlumatları verməlidir? Plakatla bağlı müəyyən edin. Ümumiyyətlə, biz plakatlar haqqında Elmira Şahtaxtinskayanın yaradıcılığında öyrənirik də. Portret plakatlar onun yaradıcılığına aid idi. Yəni, bu plakatla bağlı bu sual Elmira Şahtaxtinskayanın yaradıcılığındadır. Gəlin baxaq. Deməli,
plakatla bağlı olan doğru variantı tapmaq istəyir bizdən. Deməli, qədim əlyazma deyirsə bu miniatürdür. Qədim əlyazma olanları çıxırıq. Avtomatik bu miniatürə aiddir. Bizdən plakatı soruşur. Deməli, mətnlə müşayiət olunan böyük ölçülü təsvirdir. B variantıdır. 23-də burada doğru cavab oldu. B variantı. Bəli, plakatlar əsasən mətnlə müşayiət olunan böyük ölçülü təsvirdir. 23-də doğru cavab B variantıdır. Plakatlar əsasən mətnlə müşayiət olunan böyük ölçülü təsvirdir. 23-də B variantı oldu. Sonra gəldik 24-cü suala baxaq. Deyir, rəssam kameral portreti təsvir edir. Rəssamın təsvir etdiyi kameral portretin xüsusiyyətlərini müəyyən edin. Deməli, rəssam kameral portret təsvir edir. Rəssamın təsvir etdiyi kameral portretin xüsusiyyətlərini müəyyən edin. Bizdən burada kameral portretin xüsusiyyətlərini soruşur. Deməli, belə portretlər əsasən insanın cəmiyyətdə tutduğu mövqeyini əks etdirir. Bu, təntənəli portretlərə aiddir. İnsanın cəmiyyətdə tutduğu mövqeyi əks etdirən təntənəli portretlərdir. Ona görə variantı gedir. B variantına baxaq. Belə portretlərdə əsasən insanın çiyin, bel, sinəyə qədər olan hissələri neytral fonda təsvir edilir. Elə doğru cavab B variantıdır. Bəli, bu kameral portretə aid xüsusiyyətdir. Deməli, 24-də doğru cavabımız oldu B variantı. Bəli, kameral portretlərdə əsasən insanın çiyin, bel, sinəyə qədər olan hissələri neytral fonda təsvir edilir. 24-də doğru cavabımız oldu B variantı. Deməli, C variantına da baxaq. Belə portretlərdə insan fiquru əsasən atın belində təsvir edilir. Atın belində təsvir edilən təntənəli portretlərdə əsasən. Sonra belə portretlərdə insan fiquru əsasən ayaq üstə və əyləşmiş vəziyyətdə təsvir edilir. Bu da təntənəli portretə aiddir. Deməli, 24-də doğru cavabımız oldu B variantı. Kameral portretlər haqqında biz 6-cı sinifdə keçirik. 6-cı sinif sualıdır bu. Deməli, 24-də dedik B variantı oldu. Digər variantda verilən xüsusiyyətlər hamısı təntənəli portretə aiddir. Deməli, 24B oldu. 25-ə baxaq. Deməli, şagird zərgərliyin emal üsullarından biri olan inkrustasiya haqqında təqdimat hazırlayır. Həmin təqdimatın məzmununu müəyyən edin. İnkrustasiya haqqında bizdən soruşur. Zərgərliyin emal üsulu olan inkrustasiya. Gəlin, baxaq görək nə idi inkrustasiya. Deməli, inkrustasiya burada D variantındadır. Zərgərlikdə qiymətli daş xüsusi açılmış oyğa qoyularaq bərkidilir. Zərgərlikdə qiymətli daş xüsusi açılmış oyğa qoyularaq bərkidilir. Bu inkrustasiya texnikasına aiddir zərgərlikdə. Burada açar söz, deməli, xüsusi açılmış oyğa qoyulmasıdır. Yəni, bu açar sözdən tapmaq olardı cavabı. Deməli, 25-ci sualda doğru cavab oldu D variantı. İnkrustasiya zərgərlikdə qiymətli daş xüsusi açılmış oyğa qoyularaq bərkidilirsə, bu inkrustasiya texnikasıdır. Deməli, 25-də doğru cavab oldu D variantı. Bu sualda 6-cı sinif sualıdır. 25-dir. 26-cı suala baxaq. Bu sualda da çox adam dolaşmışdı. Deməli, gəlin buna da baxaq. Deməli, məşhur miniatürçü rəssam Sadiq bəy Əfşara aid deyil, müəyyən edin. Baxın, burada bizdən Sadiq bəy Əfşara aid olmayanı soruşur. Deməli, məşhur miniatürçü rəssam Sadiq bəy Əfşara aid deyil, müəyyən edək. Kəmaləddin Behzadın emalatxanasında sənətə yiyələnmişdir. Elə aid olmayan burada A variantıdır. 26-cı sualda doğru cavab A variantıdır. Deyir, Kəmaləddin Behzadın emalatxanasında sənətə yiyələnmişdir. Baxın, Behzadın emalatxanasında sənətə yiyələnən Sadiq bəy Əfşar deyil, Müzəffər Əlidir. Elə bil Müzəffər Əlinin müəllimi olubdur Behzad. Ona görə də doğru cavab A variantı Müzəffər Əliyə aiddir. Sadiq bəy Əfşara aid deyil. Digər variantlara da baxaq. Deməli, Şah İsmayıl Xətai tərəfindən əsası qoyulan kitabxananın rəisi vəzifəsində çalışıbdır. Düzdür. Ümumiyyətlə, deməli, Sadiq bəy Əfşardır, Sultan Məhəmməddir, Kəmaləddin Behzadın özüdür. Bunlar
Şah İsmayıl Xətai tərəfindən qoyulmuş kitabxananın rəisi vəzifəsində çalışıblar. Müzəffər Əlidən başqa, ona görə bu da düzdür. B variantı da aiddir. C variantına baxaq. Miniatür sənətində ilk dəfə olaraq perspektiv qaydalarından istifadə edibdir. Düzdür. Miniatür sənətində perspektiv qaydalarından istifadə edibdir Sadiq bəy Əfşar. C variantı da aiddir. D variantına baxaq. Həm miniatürçü rəssam, həm portret ustası, həm də şair olmuşdur. Düzdür. Ümumiyyətlə Sadiq bəy Əfşar həm portret ustası idi, həm miniatürçü rəssam, həm də bir şair olmuşdu. Həm rəssam, həm şair olaraq gedir Sadiq bəy Əfşar. Hamısı düzdür. A variantından başqa. Kəmaləddin Beysadın emalatxanasında sənətə yiyələnən Müzəffər Əlidir. Belə deyim də, elə bil, baxın, Müzəffər Əlinin şagirdi Sadiq bəy Əfşar olubdu. Müzəffər Əlinin özü isə Kəmaləddin Beysadın tələbəsi, şagirdi olubdu. Yəni, bir-birlərinin, belə deyim də, müəllimləri olublar və Müzəffər Əli Beysadın emalatxanasında sənətə yiyələnmişdir. Yəni, burada Kəmaləddin Beysadın emalatxanası deyəndə Müzəffər Əli nəzərdə tutulurdu. Ona görə də 26-cı sualda doğru cavabımız oldu A variantı. Sadiq bəy Əfşara aid deyil, Müzəffər Əliyə aiddir. Kəmaləddin Beysadın tələbəsi, şagirdi Müzəffər Əli olubdu. Müzəffər Əlinin şagirdi də Sadiq bəy Əfşar olmuşdu. Deməli, 26-cı sualda doğru cavabımız oldu A variantı. Bu Sadiq bəy Əfşar da 6-cı sinif sualıdır. 27-ci suala baxaq. Şagird həndəsi ornamentləri təsvir edir və həmin ornamentləri bənövşəyi və sarı rənglə rəngləməyi qərara alır. Deyir, şagird həndəsi ornamentləri təsvir edir və həmin ornamentləri bənövşəyi və sarı rənglə rəngləməyi qərara alır. Şagirdin həndəsi ornamentlərin rənglənməsi zamanı istifadə etdiyi həmin rənglərin necə adlandığını müəyyən edin. Gəlin əvvəlcə rəngləri təhlil eləyək. Deməli, bizə burada verilibdir bir bənövşəyi rəng, bir də sarı rəng. Bənövşəyi rəng, deməli, qarışıq rəngdir. Qırmızı rənglə göy rəngin, bir də qırmızı rənglə mavi rəngin qarışığından alınır bənövşəyi rəng. Ona görə bənövşəyi rəng burada qarışıqdır. Sarı rəng isə əsas rəngdir. Heç bir rəngin qarışığından alınmır. Yəni, bizə burada verilibdir bir dənə qarışıq rəng, bir dənə əsas rəng verilibdir. Qarışıq rəngimiz oldu bənövşəyi, əsas rəngimiz oldu sarı. İndi gəlin variantlara baxaq. Deyir, şagirdin həndəsi ornamentlərin rənglənməsi zamanı istifadə etdiyi həmin rənglərin necə adlandığını müəyyən edin. Baxın, burada dedik bənövşəyi rəng qarışıq rəngdir. Bənövşəyi rəng qarışıqdır, amma sarı rəng burada əsasdır. Deməli, biri qarışıqdır, digəri əsasdır da. Ona görə biz əsas rənglə qarışıq rənglər olan variantları çıxırıq. Yəni, bunlar yanlış variantdır. B ilə D variantı getdi, çünki biri əsasdır, biri qarışıqdır. Ona görə bu getdi. Yerdə qaldı nə? Lokal rənglər, bir də kontrast rənglər. Elə doğru cavab kontrast rənglərdir. Çünki bənövşəyi rənglə sarı rəng kontrast rənglərdir. Yəni, bir-birindən kəskin fərqlənən rənglərdir. 27-ci sualda doğru cavab oldu A variantı. Kontrast rənglərdir. Bəli, bənövşəyi rənglə sarı rəng kontrast rənglərdir. Yəni, bir-birindən kəskin fərqlənən rənglərdir. Kontrast rənglərdir. 27-də doğru cavabımız oldu A variantı. Bənövşəyi və sarı kontrast rənglərdir və bu sualda ibtidai sinif sualıdır. Deməli, 27-də oldu A variantı. 28-ci suala baxaq. Bu sualda da çox adam dolaşıbdır. Ümumiyyətlə, bu qədim Misir incəsənətinə aid olan rənglər haqqında dərslikdə müxtəlif məlumatlar var. 5-ci sinifdə ayrı məlumat var. Bu rənglərin simvolik mənası haqqında, nə bilim, 6-cı sinifdə ayrı məlumat var və hərəsində də fərqli məlumatlar verilibdir. Ona görə çox adam burada dolaşması normaldır. Deməli, gəlin baxaq. Amma sırf bu 28-ci sual 6-cı sinifdə verilmiş rənglərlə bağlıdır. Misir incəsənətinə aid olan. Gəlin baxaq. Deməli, qədim Misir incəsənətində əşyaların bəzədilməsi zamanı istifadə olunan rənglərin simvolik mənalarını müəyyən edin. Deyir, qədim Misir incəsənətində əşyaların bəzədilməsi zamanı istifadə olunan rənglərin simvolik mənalarını müəyyən edin. Deməli, gəlin baxaq görək burada doğru cavab hansıdır. A variantına baxaq. Qara rəng həyat simvolu. Deməli, qara rəng həyat simvoludur. Qara rəng həyat simvolu.
qara rəng həyat simvolu. Sonra qırmızı rəng sonsuzluq simvolu. Qırmızı rəng oldu, sonsuzluq simvoludur burada. Qırmızı rəng sonsuzluq simvolu olaraq gedir. Sonra sonda gəldik yaşıl rəngə. Yaşıl rəng isə əbədi gənclik simvolu olaraq gedir. Yaşıl rəng isə əbədi gənclik simvolu olaraq gedir. Deməli, burada doğru cavabımız oldu A variantı. 28-ci sualda doğru cavab oldu A variantı. Qara rəng həyat simvoludur. Qırmızı rəng sonsuzluq simvoludur. Yaşıl rəng əbədi gənclik simvoludur. Qara rəng həyat simvolu, qırmızı rəng sonsuzluq simvolu, yaşıl rəng isə əbədi gənclik simvolu oldu. 28-ci sualda doğru cavabımız A variantı oldu. Və ümumiyyətlə bu Misir incəsənətinə aid olan rənglər həqiqətən çox dolaşıqdır. Ona görə bu sualda belə deyim də çətinliyin olması normaldır. Çünki 5-ci sinifdə rənglərin simvolik mənasını ayrı cür veriblər, 6-cı sinifdə ayrı cür veriblər. İstər-istəməz adam dolaşır. Bu sual, sırf bu dediyim sual 6-cı sinif sualıdır. 6-cı sinifdən salıblar bunu. Bu sualı deməli 28-də doğru cavabımız oldu A variantı. Yəni ümumiyyətlə rənglərin bir mənasını versələr daha yaxşı olar. Cahmat dolaşmaz. Bu belə suallarda hərəsində bir məna yazıblar hər mövzuda Misirlə bağlı. Nəysə 28 oldu A variantı. Deməli keçək 29-cu sualımıza. Qədim Mesopotamiya incəsənətinə aid olan düzgün variantı müəyyən edin. Qədim Mesopotamiya incəsənətinə aid olan düzgün variantı müəyyən edin. Deməli, qədim məbədlərin bəzədilməsində rəngli ornamental insan və heyvan fiqurları təsvir edirdilər. Elə doğru cavab 29-da A variantıdır. Bu qədim Mesopotamiya incəsənətinə aiddir. Bəli, qədim məbədlərin bəzədilməsində rəngli ornamental insan və heyvan fiqurları təsvir edirdilər. Mesopotamiyalar əsasən 29 A variantı oldu. Bu sual da 6-cı sinif sualıdır. Deməli, o biri variantlara da baxaq. Deyir, heyvan, insan və tanrı fiqurlarının başı, əl və ayaqları profildən və anfasdan olurdu. Bu Misirə aiddir, Misir incəsənətinə aiddir. Ona görə B variantı gedir avtomatik. C variantına baxaq. Döşəmə və ya divarlarda nəm subaq üzərində su tərkibli boyalar vasitəsilə çəkilirdi. Bu əsasən freskadır və freska əsasən Roma incəsənətinə aid edilir dərslikdə. C variantı da getdi. D variantına baxaq. Rəngarəng daşlardan hazırlanmış təsvirlərə həcm verilməsinə işıq kölgədən istifadə olunmuşdur. Bu da əsasən mozaikaya aiddir. Mozaika da əsasən Yunan incəsənətinə aid verilibdir dərslikdə. Mozaika Makedoniyalı İskəndərin mozaikası mövzusunda verilibdir orada. Bu mozaika da Yunanlara aiddir. D variantı da getdi. Deməli, doğru variant qaldı 29-da A variantı. Bu sual da 6-cı sinif sualıdır. 30-cu suala baxaq. Deməli, burada deməli 30-cu sualımız qədim Roma incəsənətinə aid deyil, müəyyən edin. Qədim Roma incəsənətinə aid olmayanı soruşur bizdən burada 30-cu sualda. Deməli, qədim Romalıların incəsənətinin inkişafı onların həyat tərzi ilə sıx bağlı olmuşdur. Bəli, qədim Romalıların incəsənətinin inkişafı onların həyat tərzi ilə sıx bağlı olmuşdur. Düzdür. A variantı düzdür. Bizdən aid olmayanı istəyir. A variantı getdi. Qədim Romalılar rəngarəng daşlardan hazırlanmış təsvirlərə həcm verilməsində işıq kölgədən istifadə edirdilər. Deyir, qədim Romalılar rəngarəng daşlardan hazırlanmış təsvirlərə həcm verilməsində işıq kölgədən istifadə edirdilər. Bu mozaikadır. Daşlardan hazırlanan təsvirlər sonra onlara işıq kölgənin verilməsi mozaikaya aiddir və mozaikada Yunanlara aiddir. Məsələn, Makedoniyalı İskəndərin mozaikası verilibdir, Yunan incəsənətinə aid. Onu nəzərdə tutur. Yəni, bu Yunanlara aiddir, Romalılara aid deyil. Ona görə 30-da doğru cavabımız B variantı oldu. Bu Yunanlara aiddir, Romalılarla əlaqəsi yoxdur. 30-da doğru cavabımız oldu B variantı. Deməli,
O biri variantlara da baxaq. Qədim Romalılar əsasən iri zalların bəzədilməsində freska adlanan divar rəsmlərindən istifadə edirdilər, düzdür. Qədim Romalıların evlərində interyerə xüsusi əhəmiyyət verilirdi, bu da düzdür. Deməli, 30-da B variantı oldu, bizdən aid olmayanı istəyir. O da Yunanlılara aiddir, Yunanların mazakasına aiddir. Deməli, 30-da cavab oldu B variantı. Qədim Roma incəsənətinə aid deyil. Deməli, B variantı. Bu da 6-cı sinif sualıdır. 30B. Ümumiyyətlə, bu suallarda dərinliyə gediblər, sağ olsunlar. Deməli, 30-da B variantı oldu. Sonra gəldik 31-ci suala. Şagird Dorik sütunlarından ibarət memarlıq abidəsini təsvir edir. Şagirdin təsvir etdiyi Dorik sütunların xüsusiyyətlərini müəyyən edin. Deməli, deyir, şagird Dorik sütunlarından ibarət memarlıq abidəsini təsvir edir. Şagirdin təsvir etdiyi Dorik sütunların xüsusiyyətlərini müəyyən edin. Yəni, biz burada Dorik sütunun xüsusiyyətlərini tapmalıyıq. Baxaq, deməli, bu sütunun kapiteli 4 tərəfdən eyni görünüşə malikdir və yuxarıya doğru genişlənən gönçəni xatırladır. Onun novçaları daha dərin oyulur. Deməli, sütunun kapiteli 4 tərəfdən eyni görünüşə malikdir. Yuxarıya doğru genişlənən gönçəni xatırladan bu Korinf sütunlarıdır. Gönçə formasında olan kapiteli Korinf sütunlarına aiddir. A variantı gedir ona görə, çünki bu Korinf sütundur. A variantı getdi. B variantına baxaq. Deyək, bu sütun sadə və nəhəng gövdəli olur. Sütun yuxarıya doğru daralaraq kəsilmiş konusu xatırladır və kapitellə tamamlanır. Bu sütunun bazası olmur. Bəli, bu Dorik sütunun xüsusiyyətidir. Deməli, 31-ci sualda doğru cavabımız B variantı oldu. Bəli, bu sütun sadə və nəhəng gövdəli olur. Sütun yuxarıya doğru daralaraq kəsilmiş konusu xatırladır və kapitellə tamamlanır. Bu sütunun bazası olmur. Bəli, Dorik sütunların bazası olmur və yuxarıya doğru daralaraq kəsilmiş konusu xatırladır Dorik sütunlar. Deməli, 31-ci sualda doğru cavabımız oldu B variantı. Digər variantlara da baxaq. Bu sütunun kapiteli spiralvari formada, gövdəsi incə və uzun olur. Bu sütundakı novçalar dərin olur. Spiralvari forma deyirsə, spiralvari formada olan ionik sütundur. C variantı da getdi. Bu sütunlarda əsasən insan fiqurlu heykəl sütunlardan istifadə olunur. Bu da aid deyil əsasən. Deməli, 31-də doğru cavabımız oldu B variantı. 31B oldu. Dorik sütunlar haqqında da 6-cı sinifdə öyrənirik. 31 oldu B variantı. 32-ci sualımıza baxaq. Deyək, müəllim şagirdlərə memar Mikail Hüseynovun yaradıcılığını keçən zaman memarlıqda istifadə olunan rahatlıq, qənaət və gözəllik devizi haqqında müasir dövrdə iri həcmli tikililərin şüşədən, dəmir və betondan tikildiyi haqqında məlumat verir. Müəllimin şagirdlərə memarlıqda mövcud olan hansı üslub haqqında məlumat verdiyini müəyyən edin. Bu memarlıqda mövcud olan hansı üslubu idi? Deməli, konstruktivizm üslubu idi. 32-ci sualda doğru cavab A variantıdır. Konstruktivizm üslubu. Bəli, konstruktivizm üslubunda dedik, əsasən daşdan, ağacdan imtina etmişdilər. Onun əvəzinə şüşədən, dəmir, betondan əsasən iri həcmli tikililər tikirdilər. Konstruktivizm üslubunun əsas devizi qənaət, fayda və gözəllik idi və konstruktivizm üslubu haqqında da biz əsasən öyrənirik Mikail Hüseynovun yaradıcılığında. Bəli, 32-ci suala doğru cavabımız oldu A variantı. Konstruktivizm üslubu. Bu sualda 9-cu sinif sualıdır. Deməli, 32-ci sualda doğru cavab oldu A variantı. Konstruktivizm üslubu. Deməli, keçək növbəti suala. Alim və mühəndis olaraq mexanika elminə xüsusi maraq göstərərək elmi ixtiralar etmişdir. Bununla yanaşı insan və heyvan anatomiyası ilə bağlı elmi tədqiqatlar apararaq tibb elminə böyük töhfələr vermişdir. Deməli, alim və mühəndis olaraq mexanika elminə xüsusi maraq göstərərək elmi ixtiralar etmişdir. Bununla yanaşı insan və heyvan anatomiyası ilə bağlı elmi tədqiqatlar apararaq tibb elminə böyük töhfələr vermişdir. Leonardo da Vinci. Deməli, 33-də doğru cavabımız oldu C variantı. Leonardo da Vinci. Leonardo da Vinci. Deməli, bu sual 6-cı sinif sualıdır. Leonardo da Vinci haqqında 6-cı sinifdə öyrənirik.
33 oldu C variantı, Leonardo da Vinci. 34-ə baxaq. Deməli, o hərbi mühəndis olaraq körpü və yeraltı anbarların, memar olaraq isə məscid, saray, kərvansaray və hamamların tikintisinə rəhbərlik etmişdir. Həmin dahi memarı müəyyən edin. Deməli, həmin Memar Sinandır. 34-cü sualda doğru cavabımız D variantıdır. Memar Sinandır. Bəli, Memar Sinan həm də bir hərbi mühəndis olubdur. Ümumiyyətlə, Leonardo da Vinci də hərbi mühəndis olaraq gedir. Yəni, oxşar cəhətdə aralarında hərbi mühəndis olmaqları Memar Sinanla Leonardo da Vinci arasında. Deməli, hərbi mühəndis olaraq körpü və yeraltı anbarların, memar olaraq isə məscid və sarayların, hamamların tikintisinə rəhbərlik edən məşhur memarımız Memar Sinandır. 34-də doğru cavabımız D variantı oldu. Memar Sinan haqqında da 6-cı sinifdə öyrənirik. 6-cı sinif sualıdır bu da. 34-də deməli D variantı oldu. Memar Sinan oldu burada. 35-ə baxaq. Deməli, məşhur Aya Sofiya məscidi hansı memarlıq üslubuna aiddir? Müəyyən edin. Məşhur Aya Sofiya məscidi hansı memarlıq üslubuna aid olasıdır? Bizansa aid olasıdır. Deməli, Bizans memarlıq üslubu. 35 D variantı. Bəli, Aya Sofiya məscidi Bizans memarlıq üslubuna aiddir. 35 D variantı. Memarlıq üslubları haqqında da 7-ci sinifdə öyrənirik. Bu sual 7-ci sinif sualıdır. 35 oldu D variantı. Bizans memarlıq üslubu. 36-cı sualımıza baxaq. Kəlbəcərdə yerləşən Xudavəng Monastır kompleksi hansı memarlıq məktəbinə aiddir? Müəyyən edin. Xudavəng Monastır kompleksi hansı memarlıq məktəbinə aiddir? Aram memarlıq məktəbinə aiddir. 36-da doğru cavabımız oldu D variantı. Aran memarlıq məktəbinə aiddir. Aran memarlıq məktəbinə aiddir. Xudavəng Monastır kompleksi Kəlbəcərdə yerləşən memarlıq məktəbləri mövzusunda 7-ci sinifdə keçirik. Bu sualda 7-ci sinif sualıdır. Deməli, Xudavəng Monastır kompleksi aid oldu Aran memarlıq məktəbinə. 36D. 37-ci suala baxaq. Qız qalası, Şirvanşahlar sarayı, Bail qalası və Bibi Heybət məscidi hansı memarlıq məktəbinə aiddir? Müəyyən edin. Qız qalasıdır, Şirvanşahlar sarayıdır, Bail qalasıdır və Bibi Heybət məscidi Şirvan Abşeron memarlıq məktəbinə aiddir. 37A. 37-ci sualda doğru cavabımız oldu. A variantı Şirvan Abşeron memarlıq məktəbi. Bu sualda 7-ci sinif sualıdır. Deməli, 37A. Nəhayət gəldik şəkilli sualımıza. Ümumiyyətlə, bu sertifikasiya imtahanında nədənsə şəkilli suallardan cəmi ikisini salıblar. MİQ imtahanında şəkilli suallar ən azı bir 6-7 dənə şəkilli sual olur. Amma nədənsə sertifikasiya imtahanında şəkilli suallara elə də yer verilməyibdir. Cəmi suallardan ikisi şəkilli verilmişdir. Onlar da bunlardır. Baxaq. Deməli, 38-ci suala baxaq. Verilmiş Pizan kilsəsi adlanan memarlıq abidəsinin hansı memarlıq üslubuna aid olduğunu müəyyən edin. Pizan kilsəsi. Ekranda gördüyümüz Pizan kilsəsidir. İtaliyada yerləşən və Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Deməli, 38-ci sualda doğru cavabımız oldu. B variantı Roman memarlıq üslubu. Bəli, Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubuna aiddir Pizan kilsəsi. 38-də doğru cavabımız oldu. B variantı Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Qapı və pəncərələri deməli tağ şəkilli formadadır Pizan kilsəsinin və bu da Roman memarlıq üslubuna aid olduğunu göstərir. Deməli, Pizan kilsəsi oldu Roman memarlıq üslubuna aid. 38B. Keçək növbəti sualımız 39-cu sualımız simvollarla bağlıdır. Bu sualda da çox adam dolaşıbdır. Gəlin buna baxaq. Deməli, qədim zamanlarda insanlar verilmiş müxtəlif simvollar vasitəsilə nəyi ifadə edirdilər? Müəyyən edin. Deməli, orada sertifikasiya imtahanında eləcə şəkli təxminən mən burada bütöv da qoymuşam, amma sertifikasiya imtahanında sadəcə yuxarı 3 dənə dairə şəklində verilibdir. Bax, onu eləcə qoymuşlar və eləcə yazılmışdı, simvolu müəyyən edin. Yəni, mən də burada düzəliş elədim bu suala. Deməli, qədim zamanlarda insanlar verilmiş müxtəlif simvollar vasitəsilə nəyi ifadə edirdilər? Müəyyən edin. Baxın, bu ekranda gördüyümüz simvollara diqqətlə baxaq. Çevrə daxilində nə var? Burada romb var.
İndi gəlin variantlara baxaq. Deməli, çevrə daxilində romb torpaq simvolu idi. Torpaq simvoludur. Deməli, 39-da doğru cavabımız A variantıdır. Torpaq simvolu. Əgər çevrə daxilində romb varsa, bu torpaq simvoludur. Çox adam burada günəş simvolunu götürübdür. Baxın, günəş simvolu çevrə daxilində çarpaz xətlərdən ibarətdir. Əgər çevrə daxilində çarpaz xətlər olsaydı, onda günəş simvolu olasıydı. Amma burada bizə verilən, imtahanda bizə verilən sual belə idi. Deməli, təxminən özüm düzəliş eləmişəm bu sualda. Ala yarımçıq verilmişdi biraz cümlələr. Deməli, bu yuxarıda olan 3 dairə verilmişdi və simvolu soruşurdu sadəcə olaraq. Torpaq simvoludur. Bəli, əgər çevrə daxilində romb varsa, bu torpaq simvolu olaraq gedir. Çevrə daxilində çarpaz xətlər olanda günəş simvolu götürə bilərik. Burada çevrə daxilində romb verildiyinə görə bizə burada doğru cavab olur torpaq simvolu. Bu sual da 5-ci sinif sualıdır. Deməli, 39-da doğru cavabımız oldu A variantı, torpaq simvolu. Bəli, torpaq simvoludur. Ekranda gördüklərimiz. Deməli, 39-da A variantı oldu. Torpaq simvolu. Çevrə daxilində romb varsa, torpaq simvoludur. Əgər çevrə daxilində çarpaz xətlər varsa, onda günəş simvolu olaraq götürə bilərdik. Amma burada doğru cavab A variantıdır. Torpaq simvolu. Deməli, 39-da doğru cavabımız A variantı oldu. 40-cı suala baxaq. İmpressionizm üslubunun incəsənətə gətirdiyi yenilikləri müəyyən edin. İmpressionizm üslubunun incəsənətə gətirdiyi yenilikləri müəyyən edək. Deməli, A variantına baxaq. Palitradan istifadə, plener, boyaların xüsusi qablarda istehsalı, perspektivdən imtina olunması. Ümumiyyətlə, impressionist rəssamlar perspektivdən imtina etməyiblər. Əksinə, onlar perspektivin qaydalarına əməl edirdilər. Deməli, B gedir. Palitradan imtina, plener, boyaların xüsusi qablarda istehsalı. 40-da doğru cavabımız oldu. C variantı. Palitradan imtina etmişdilər. Plenerə üstünlük verirdilər. Boyaların xüsusi qablarda istehsalı, yəni bunlar hamısı impressionizm üslubuna aiddir. Yəni impressionizm üslubunun incəsənətə gətirdiyi yeniliklərdir. Deməli, 40-da doğru cavabımız oldu C variantı. Deməli, palitradan imtina etmişdilər, plenerə üstünlük verirdilər, bir də boyaların xüsusi qablarda istehsalı var idi. Deməli, 40-da doğru cavabımız oldu C variantı. Deməli, 40 C variantı oldu. Palitradan imtina etmişdilər. Plener yaranmışdı sahələrində. Plener yaranmışdı impressionizm üslubunun sayəsində. Bir də boyalar xüsusi qablarda istehsal olunmağa başlanmışdı impressionizm üslubunun sayəsində. 40 C. 41-ci suala baxaq. İmpressionizm üslubuna aid olan doğru variantı müəyyən edin. Ümumiyyətlə, uyğunlaşdırma tipli suallar təxminən 10 dənə sual idi. Səhv etmirəmsə, 10 dənə sual uyğunlaşdırma tipli idi. Deməli, impressionizm üslubuna aid olan doğru variantı müəyyən edin. İmpressionizm üslubuna aid olan doğru variantı müəyyən edək. Deməli, rəssamlar insanları tez-tez istirahət və ya əyləncə zamanı təsvir edirdilər. Bəli, rəssamlar insanları tez-tez istirahət və ya əyləncə zamanı təsvir edirdilər. İmpressionizm üslubunda bir doğrudur. Sonra rəssamlar əsərlərində müharibəni azadlıq ideyasına əsas götürürdülər. Əsərlərində müharibəni azadlıq ideyasına əsas götürürdülər. Xeyr, ümumiyyətlə impressionist rəssamlar müharibə ilə bağlı əsər yaratmırdılar. Onlar həyatı yalnız müsbət tərəfdən təsvir edirdilər. Müharibədir, ölüm, itim, xəstəlik kimi mövzulara qətiyyən toxunmurdular. Ona görə bu gedir, bu yanlış variantdır. 3-ə baxaq. Rəssamlar həyatı yalnız müsbət tərəflərdən təsvir edirdilər. Bəli. 3. Bəli, impressionist rəssamlar həyatı yalnız və yalnız müsbət tərəfdən təsvir edirdilər. Deməli, 3 doğrudur. 4-ə də baxaq. Rəssamlar perspektiv qaydalarına əməl etməkdən imtina edirdilər. Rəssamlar perspektiv qaydalarına əməl etməkdən imtina edirdilər. Xeyr, əksinə, impressionist rəssamlar perspektiv qaydalarına əməl edirdilər. Yəni, bu da yanlışdır. Deməli, doğru cavabımız oldu 1-3. 1-3 A variantındadır. Deməli, 41-də doğru cavabımız oldu A variantı 1-3. 41 A oldu. 1-3.
növbəti suala baxaq. Deməli, impressionizm üslubu haqqında da 8-ci sinifdə öyrənirik. 8-ci sinif sualı idi bunlar. 42-ci suala baxaq. Verilmiş uyğunluğu müəyyən edin. Bu sualda deməli miniatür haqqında da 6-cı sinif sualıdır. Portret, kitab, cilalı miniatürə baxaq. Deməli, ABC. Deməli, qədim əlyazma kitablarından çəkilən rəngli illüstrasiyalar. 2-də deməli, burada birdən başlayaq ya da gəlin. Portret miniatüründən başlayaq. Quaş və akvarel ilə çəkilmiş kiçik ölçülü portretlər 1-də B-dir. 1B oldu. Quaş və akvarel ilə çəkilmiş kiçik ölçülü portretlər 1B. İkinciyə baxaq. Deməli, kitab miniatürünü istəyir bizdən burada. 2-də oldu A variantı. Deməli, qədim əlyazmalara çəkilən rəngli illüstrasiyalardır. 2A, 3 qaldı. Üzəri parıltılı lakla örtülmüş kiçik təsvirlər qab-qacaqları bəzəyən, bu da cilalı miniatür idi. 3C variantı. 3C variantı oldu. Cilalı miniatür hansı oldu? Üzəri parıltılı lakla örtülmüş kiçik təsvirlər qab-qacaqları bəzəyən. Qab-qacaq deyirsə cilalı miniatürdür. 3C variantı oldu. Deməli, 1B, deməli 1B, 2A, 3C. 1B, 2-də A oldu, 3-də C variantı oldu. Yəni 42-ci sualın doğru cavabı oldu B variantı. 42-ci sualın doğru cavabı oldu B variantı. 1B, 2A, 3C oldu. Deməli 42-ci sualda getdi. Baxaq 43-ə. Verilmiş uyğunluğu müəyyən edin. Deməli, bu sualda 5-ci sinif sualıdır. Burada da uyğunlaşdırmadır. Deməli, başlayaq uyğunlaşdırmağa. Deməli, müxtəlif canlı və cansız varlıqların simvolik təsvirindən ibarətdir. Müxtəlif canlı və cansız varlıqların simvolik təsvirindən ibarətdir. Bu, qeyri-heraldikadır. Bir də A-dır, birə A yazırıq. Burada əsas simvol elementlər müxtəlif rənglərdir. Bu, heraldikadır. 2-də deməli oldu B variantı. Burada əsas simvol elementlər müxtəlif rənglərdir. Bu, heraldikadır. 2-də deməli oldu B variantı. Sonra zadəgan nəslindən şəhərə, ölkəyə mənsub emblem təsviri olan lövhə qalxan bu gerbdir. Bu gerbdir. Deməli 4-də oldu doğru cavab C-dir. Burada da çox adam dolaşıbdır. Baxın, burada emblem sözü sizi çaşdırmasın. Emblem gerbin daxilində olan bir şeydir, simvoldur. Deməli, zadəgan nəslindən şəhərə, ölkəyə mənsub emblem təsviri olan lövhə qalxan gerbdir. Yəni, burada emblem sözünü görüb dərhal emblem götürmək lazım deyil. Gerbin, belə deyim də, içərisində, daxilində bir emblem olur və o emblemdə müəyyən rəmzi mənanı ifadə edir. Müəyyən simvoldan ibarət olur, hər hansısa bir anlayışı ifadə edir. Deməli, ona görə 4-də oldu doğru cavab C. 4-lə C-ni uyğunlaşdırdıq. Deməli, qaldı nə? Emblem. Hər hansı ideya və ya anlayışın simvolik şərti təsviridir. Hər hansı ideya və ya anlayışın simvolik şərti təsviri isə emblemdir. 3-də oldu D variantı. 3-də oldu. Doğru cavabımız D variantı. Deməli, 1A oldu, 2B oldu, 3 deməli D oldu. 4C oldu. 1A, 2B, 3D, 4C. Yəni B variantı oldu. 43-də doğru cavabımız B variantıdır. 43-də doğru cavab B variantı oldu. Bu sual da 5-ci sinif sualıdır. Baxın, emblem gerbin içərisində olur və gerbin içərisində olaraq müxtəlif mənanı, anlayışı, simvolu bildirir, ifadə edir. Deməli, sonra 43-də dedik B-dir. 44-cü sualımıza baxaq. Deməli, məşhur heykəltaraş Tokay Məmmədovun heykəllərini qruplaşdırın. Bu sualda 8-ci sinif sualıdır. Deməli, məşhur heykəltaraş Tokay Məmmədovun heykəllərini qruplaşdırın. Qruplaşdıraq. Deməli, rəqəmləri yazaq burada, dəftərdə. Nə deyir bizə burada? D. Monumental heykəltaraşlıq və dəzgah heykəltaraşlığını tapmalıyıq biz burada. Deməli, A və B-ni yazaq.
Monumental heykəltaraşlıq və dəzgah heykəltaraşlığına aid olan əsərlərini tapmalıyıq biz burada Tokay Məmmədovun. Gəlin baxaq. Mirzə Fətəli Axundov. Mirzə Fətəli Axundovun büstünü yaratmışdı Tokay Məmmədov. Deməli, Mirzə Fətəli Axundovun büstü aiddir dəzgah heykəltaraşlığına. 1B 1B oldu. 1B oldu. Deməli, sonra Məhəmməd Füzuliyə baxaq. Məhəmməd Füzulinin abidəsi isə monumental heykəl idi. Aid oldu deməli monumental heykəltaraşlığa. Məhəmməd Füzuli monumentaldır. 2-də oldu deməli A variantı. 2-də oldu deməli A variantı. 2A oldu. Məhəmməd Füzuli dedik monumentalda. Vəcihə Səmədova. Vəcihə Səmədovanın da büstünü yaratmışdı Tokay Məmmədov. Ona görə Vəcihə Səmədova da büstü. Ona görə bu da aid olur dəzgah heykəltaraşlığına. Deməli 3-də B oldu. Deməli 3-də nə oldu? B oldu. Dəzgah heykəltaraşlığına aiddir Vəcihə Səmədova. 4-də baxaq. Üzeyir Hacıbəyov. Üzeyir Hacıbəyov isə o da monumental heykəl idi. Üzeyir Hacıbəyov da aid oldu monumental heykəltaraşlığa. 4A. 4A aid oldu A-ya. Deməli, indi gəlin variantlara baxaq. Deməli, A-da oldu 2 ilə 4. Bir də B-də oldu 1 ilə 3. Yəni, doğru cavab 44-də A variantı oldu. 44-cü sualın doğru cavabı A variantıdır. Deməli, burada Tokay Məmmədovun heykəllərinə bir də baxaq. Deməli, monumental heykəltaraşlığa aid oldu. Burada Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov. Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov aiddir. Onların heykəlləri monumental heykəl idi. Dəzgah heykəltaraşlığına isə aiddir Mirzə Fətəli Axundovun büstü, bir də Vəcihə Səmədovanın büstü. Vəssalam. Deməli, monumental heykəllər oldu Üzeyir Hacıbəyovla Məhəmməd Füzuli, dəzgah heykəlləri oldu Mirzə Fətəli Axundov və Vəcihə Səmədova. 44-də oldu A variantı. 45-ə baxaq. Qrafik rəssamların verilmiş olduğu doğru variantı müəyyən edin. Gəlin burada da deməli qeyd eləyək. Qrafik rəssamların verilmiş olduğu doğru variantı müəyyən edək. Deməli, Elmira Şahtaxtinskaya 1. Sonra Mikayıl Abdullayev də əslində qrafik rəssam olaraq gedir, amma dərslikdə qrafik rəssam olduğu qeyd olunmuyor. Ümumiyyətlə, Mikayıl Abdullayev haqqında ibtidai sinifdə cüzi məlumat verilibdir. Deməli, Ələkbər Rızaquliyev qrafik rəssamdır. Bu Səttar Bəhluz, Arif Hüseynov. Arif Hüseynov da qrafik rəssam olaraq gedir əsasən. Deməli, doğru cavab oldu burada 1, 3, 5, 135 B variantı. 45-də doğru cavabımız oldu B variantı 135. Deməli, Elmira Şahtaxtinskaya, Ələkbər Rızaquliyev və Arif Hüseynov. Arif Hüseynov, Ələkbər Rızaquliyev, Elmira Şahtaxtinskaya qrafik rəssamlar olaraq verilmişdi imtahanda. Və Elmira Şahtaxtinskayanın deməli yaratdığı portret plakatlar təsvir incəsənətin qrafika növünə aiddir. Yəni bunu əsasən götürmüşdüm. Plakatlarına əsasən götürmüşdüm qrafika olduğunu. Deməli 45-də oldu C variantı. Yox, 45-də oldu B variantı 135. 45-də B variantı oldu 135. Sonra gəldik 46-cı suala baxaq. Verilmiş uyğunluğu düzgün müəyyən edin. Verilmiş uyğunluğu düzgün müəyyən edək. Bu sual da ibtidai sinif sualıdır. Deməli, başlayaq uyğunlaşdırmağa. Deməli, ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsidir. Ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsidir. Tona çevirmə. 1A. Ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsi tona çevirmə olaraq gedir. 1A. Sonra ən tünddən ən açığa qədər olan ton keçidi. Bu yaymadır. Ən tünddən ən açığa qədər olan ton keçidi. Bu yaymadır. 2-də deməli C getdi. Sonra qısa xəttin sıra ilə və ya çarpaz çəkilməsi, bu isə deməli ştrixləmədir. Qısa xəttin sıra ilə və ya çarpaz çəkilməsi ştrixləmə gedir. 3B. 3B-dir. Deməli 1A, 2C, 3B. B variantı oldu. 46-da doğru cavabımız B variantıdır. 1A, 2C, 3B.
1A, 2C, 3B. 46-da B variantı oldu doğru cavab. 46B. İbtidai sinif sualıdır bu sualda. Deməli 46B-dir dedik. 47-yə baxaq. Verilmiş uyğunluğu müəyyən edin. Bu sualda ibtidai sinif sualıdır. Deməli, verilmiş uyğunluğu müəyyən edək. Xətti perspektiv, üfüq xətti, lessirovka və motiv. Gəlin, baxaq görək nədir bunlar. Qurumuş rəng təbəqəsi üzərinə yeni rəngin yaxılması ardıcılığı. Bu lessirovkadır. 3-ə yazırıq A. Deməli, 3-ə yazdıq A. Müşahidəçinin gözləri önündə yerləşən xəyali düz xətt. Müşahidəçinin gözləri önündə yerləşən xəyali düz xətt üfüq xəttidir. 2B. Sonra müşahidəçidən uzaqlaşan obyektlərin ölçülərinin kiçilməsi. Ölçülərin kiçilməsi deyirsə, bu xətti perspektivdir. 1-də C. 1C oldu. Motiv isə rəssamın marağına səbəb olan obyektlərdir. 4D. 4D də doğru cavabımız oldu. D variantı. Deməli, 47-ci sualda hansı oldu doğru cavab baxaq. 1C, 2B, 3A, 4D. Yəni, 47-ci sualda doğru cavabımız oldu D variantı. 47 D variantıdır. 1C, 2B, 3A, 4D. Bu sualda ibtidai sinif sualıdır. 47 oldu. Deməli, D variantı. Sonuncu suallarımızdır. Bir də 48-ci suala gəldik. Deməli, bu 48-ci sualda müharibəyə səbəb olan sualdır. Gəlin, baxaq. Deməli, qruplarda müharibə gedir bu sualla bağlı. Gəlin, bu suala baxaq. Deməli, natürmortun düzgün qurulması ardıcılığını müəyyən edin. Bu sual 4-cü sinif sualıdır, yəni ibtidai sinif sualıdır və 4-cü sinifdə natürmortun qurulması haqqında verilibdir və o dərsliyə əsasən salınıbdır. Sırf o mövzuya əsasən salınıbdır. Açıb baxa bilərsiniz o natürmortun qurulma ardıcılığına dərslikdə özünüz. Deməli, gəlin baxaq indi natürmortun düzgün qurulması ardıcılığını müəyyən edək. Dərsliyə əsasən 4-cü sinif dərsliyində verilibdir bunun ardıcılığı. Oradan götürüb salıblar bu sualı. Deməli, birinci başlayır. Rəsmi sadə karandaşla zəif və yüngül xətlə çəkməyə başla. 2. Rəsmi sadə karandaşla zəif və yüngül xətlə çəkməyə başla. Rəsmi sadə karandaşla zəif və yüngül xətlə çəkməyə başla. Bu başlanğıcdır. Bu başlanğıcdır. 2-ni götürdük. Ondan sonra nə deyir? Gəlin baxaq. Sonra nə deyir? İkinci mərhələdə isə deyirdi, işıq kölgə keçidlərinin ton dəyişikliyini müəyyən edin. İşıq və kölgə keçidlərinin ton dəyişikliyini müəyyən edin deyir. Bura yazırıq 1. 2-dən sonra 1 gəldi. İşıq və kölgə keçidlərini ton dəyişikliyini müəyyən edin. Yəni, işıq və kölgə keçidlərinin ton dəyişikliyini müəyyən edin. Bura yazdıq 1. 2-dən sonra gəldi 1. Sonra baxaq nəyə? 3-də. Tədricən rəng tonlarını lazım olan dolğunluğa çatdır. 1-dən sonra yazırıq 3-ü. Tədricən rəng tonlarını lazım olan dolğunluğa çatdır. 3. 3-dən sonra da gəlir, sonra detalları dəqiqləşdir. Sonra detalları dəqiqləşdirilir. 4 də gəlir axırda. Deməli, detalları dəqiqləşdirmək ən axırıncı mərhələdir natürmortun çəkilməsində. Eynən bu 4-cü sinif dərsliyində necə var, elə də verilibdir. Yəni, ardıcılıq 4-cü sinif dərsliyinə əsasən verilibdir. Özünüz də açıb oradan baxa bilərsiniz. Deməli, birinci rəsmi sadə karandaşla zəif yüngül xətlə çəkməyə başlamaq lazımdır. Sonra işıq və kölgə keçidlərinin ton dəyişikliyini müəyyən etmək lazımdır. Ondan sonra tədricən rəng tonlarını lazım olan dolğunluğa çatdırmaq lazımdır. Ən sonda isə detalları dəqiqləşdirmək lazımdır. Bu, dərslikdə verilmiş natürmortun qurulma ardıcıllığıdır. Deməli, 4-cü sinifə baxın, açın. Orada eynən bu qaydada verilibdir. Deməli, 48-də doğru cavab oldu. C variantı. 2, 1, 3, 4. Yəni, xronoloji ardıcılığı belədir dərslikdə. 4-cü sinifdə. Deməli, 48-də doğru cavab oldu. C variantı. Keçidlərinin.
Başqa nə qaldı? 48-də dedik C variantı oldu. 48C. 49-a baxaq. Michelangelo Buonarroti'nin yaradıcılığına aid olan xüsusiyyətləri müəyyən edin. Michelangelo Buonarroti'nin yaradıcılığına aid olan xüsusiyyətləri müəyyən edin. Michelangelo haqqında da 6-cı sinifdə öyrənirik. Deməli, gəlin baxaq. Deməli, Michelangelo'nun yaradıcılığına aiddir. Heykəllərini gildən qaralama etmədən birbaşa hazırlayırdı. Bəli, Michelangelo heykəllərini gildən qaralama etmədən birbaşa hazırlayırdı. Bu düzdür, bir düzdür. Heykəllərini əsasən yapma üsulu ilə gildən hazırlayırdı. Xeyr, bu səhvdir. Heykəlləri elmi riyazi görünüşə malikdir. Heykəlləri elmi riyazi görünüşə malik olan Namqabodur. Heykəlləri elmi riyazi görünüşə malik olan Namqabodur. Michelangelo deyil. 3-də getdi. Heykəllərini yonma üsulu ilə mərmərdən hazırlayırdı. Bəli, tamamilə düzdür. Michelangelo heykəllərini əsasən yonma üsulu ilə mərmərdən hazırlayırdı. Bəli, yonma üsulu ilə heykəllərini mərmərdən hazırlayırdı əsasən. 4-də düzdür. Deməli, doğru cavab oldu 1-4. Yəni C variantı. 49-da doğru cavabımız C variantıdır. 49 C variantı 1-4. Deməli, 49-da oldu C variantı 1-4. Michelangelo'nu da yola salaq. Gələk 50-ci suala. Deməli, verilmiş uyğunluğu müəyyən edin. Bu sual da 9-cu sinif sualıdır. Uyğunluğu müəyyən edək. Verilmiş uyğunluğu müəyyən edin. Henry Spencer Moore, Alberto Giacometti, Namqabo. Gəlin, baxaq görək nə var, nə yox burada. Deməli, yaratdığı heykəllərini təbiətin, landşaftın bir hissəsi kimi görürdü. Bəli, yaratdığı heykəllərini təbiətin, landşaftın bir hissəsi kimi görən Henry Spencer Moore idi. Henry Spencer Moore'dur bu. Henry Spencer Moore. Bir də adı. Bir adı Henry Spencer Moore'a aiddir. Henry Spencer Moore yaratdığı heykəllərini təbiətin bir hissəsi olaraq yaradırdı. Deməli, bir adı. Sonra heykəlləri elmi və riyazi görünüşə malikdir. Namqabo. 2-də oldu, deməli, B variantı. Bəli, heykəlləri elmi və riyazi görünüşə malik olan heykəltaraş Namqabodur. Namqabonun heykəlləri elmi və riyazi görünüşə malikdir. Deməli, 2-də oldu, deməli, Alberto, yox, Namqabo. 2-də o heykəlləri elmi və riyazi görünüşə malik olan dedik Namqabodur. 2-də C-dir. 2C oldu. 1A. 2C oldu. Deməli, 3 qaldı. Heykəllərin həcmini azaldaraq incə fiqurlar yaratdı Alberto Giacometti. Heykəllərin həcmini azaldaraq incə fiqurlar yaradan Alberto Giacomettidir. Belə deyək də, Giacometti heykəlləri arıqlatmışdı. Ətini tökmüşdü. Deməli, Alberto Giacometti heykəllərin həcmini azaldaraq incə fiqurlar yaratmışdı. 3 oldu B variantı. 3 oldu B variantı. Deməli, yaratdığı heykəllərini təbiətin, landşaftın bir hissəsi kimi görən Henry Spencer Moore oldu. Heykəlləri elmi riyazi görünüşə malik olan Namqabo oldu. Heykəllərin həcmini azaldaraq incə fiqurlar yaratdı Alberto Giacometti. Deməli, 1-də A variantı oldu, 2-də C variantı oldu, 3-də B variantı oldu. 1A, 2C, 3B variantı. Yəni 50-ci sualımız oldu B variantı. 1A, 2C, 3B. 50-ci sualımız oldu B variantı. 50-də B variantı oldu və nəhayət 50 sualın hamısı bitdi. Bu da bizə sertifikasiyada düşmüş 50 sualın hamısı. Deməli, bir də burada təxminən hansı sinifdən neçə sual düşüb, onu da belə hazırlamışam. İbtidai siniflərdən təxminən 9 sual düşmüşdü. Yəni, çox sual düşmüşdü, belə deyək, ibtidai sinif üzrə. Deməli, 9 sualımız təxminən ibtidai sinifdən bağlı idi. 5-ci sinifdən təxminən 6 sual var idi. 6-cı sinifdən 11 sual, 7-ci sinifdən 6 sual, 8-ci sinifdən 9 sual, 9-cu sinifdən 7 sual var idi. Yəni, burada da hansı sinif üzrə neçə sual düşüb, onları sistemləşdirmişəm. Və bununla da sertifikasiyada düşən 50 sualın hamısı bitdi. Bir də bu sertifikasiyada düşən suallardır, sonra MİQ-ə düşən qəbul suallardır və digər özümün hazırladığım testlərdə işləmək istəyirsinizsə, videoda deməli Telegram kanalının linkini qoyasıyam. Yəni, o linkə daxil olaraq MİQ-in qəbul suallarını, bir də bu paylaşdığım sertifikasiya suallarını onlayn olaraq işləyə bilərsiniz. Bir də bu sertifikasiya suallarını PDF formada da bu kanalda
deməli paylaşasıyam. İstəsəz linkə daxil olaraq oradan əldə edə bilərsiniz. Həm PDF formada, həm də onlayn formada. Bu qədər. Bununla da sertifikasiyada düşən 50 sualımızın hamısı nəhayət bitdi. Sağ olun.